Polikistoz haqqındadır. Yəni bu polikistoz nədir? Ümumiyyətlə necə müalicə olunur? Çox sağ olun, çox təşəkkür edirəm. Həm sizə, həm izləyicilərimizə ki, diqqət yetirirsiniz və məni dinləyirsiniz. Məsələ ondadır ki, doğrudan da biz Valiologiya və İnteqrativ Təbabət Mərkəzi olaraq çalışırıq ki, insanların sağlamlığının saxlanması haqqında işlərimizi davam eləyək və maarifləndirici işimizi aparaq. Amma insanlarımız hər kəs öz dərdinə görə bir dərman axtarır, bir çarə axtarır. Əlbəttə ki, biz bildiyimizdən, təcrübəmizdən hamısından paylaşa bilirik. Məsələ ondadır ki, mən hamısına effektli cavabları ola bilsin ki, bilməyəm. Bildiyimi hamısını qısa şəkildə, video çarxlar şəklində ya müsahibələrimdə hamısını bunları deyirəm. Polikistoza gəldikdə, baxın, kistalar bir gölməçələrdir. Hər hansı bir vəzdi strukturlarda yaxud da ki, maiyeli strukturlarda bir axar olmalıdır. O axarın arxası, qabağı bağlanar, bir gölməçə əmələ gələr. Buna deyirlər kist. Yəni kisə. Pərdəsi var, içində də mayesi var. Onun ağzı açılarsa, yenə axar əmələ gələr, o kistə olmayacaq. Yaxud da ki, bağlanarsa, bitişərsə, artıq orada fibroz əmələ gələr, çapıq əmələ gələr, yəni orada bir maye əmələ gəlməz. Əslində, normada, orqanizmdə kistlər əmələ gəlməməlidir. Hər şey öz axarınca getməlidir. Kistlər əmələ gəlir. Deyək ki, süd vəzində, çünki orada axarlar var. Kistlər əmələ gələ bilər. Böyrəklərdə, çünki orada daimi sular süzülür və hansısa bir dənə bir axar bağlanarsa, orada bir kist əmələ gələr. Poli sözü çoxluq deməkdir. Polikistoz isə yəni çoxlu belə balaca gölməlçələrin əmələ gəlməsi deməkdir. O balaca gölməlçələrin əmələ gəlməsi niyə əmələ gəlir? Deməli, nəsə düzgün getmir, ahənglik pozulubdur. Mən prinsipial öz mövqeyimi deyə bilərəm. Xəstəliklər bizim nöqteyi nəzərdən, yəni valioloji nöqteyi nəzərdən, xəstəliklər orqanizmin ahəngliyinin pozulmasıdır. Şəfa nədir? Həmən ahəngliyinin, həmən o ekologiyanın bərpa olunması. Deməli, istənilən xəstəlikdə əvvəlcə onun səbəbi tapıla bilirsə, o səbəbi yığışdırmaq lazımdır. İkinci mərhələdə isə, yaxud da ki, onunla paralel, daha yaxşı onunla paralel, orqanizmin işləmək mexanizmini, ahəngliyini bərpa eləmək. Yəni, polikistoz da həmən bir şeydir. Deməli, polikistozun müalicəsində biz ən çox, mən də deyək ki, yanıma gələndə istifadə edirik nələri? Həm o fibrozu, deyək ki, bağlamaların açılmasına xidmət edən fermentləri, cürbəcür, razopeptidaza, natriokinaza və digər fermentlər də var. Qida fermentləri də, onlar da müsbət təsir eləyir fibrozların ərinməsində. Onlardan istifadə edirik ki, bu fibrozlar ərisin. Bir də orqanizmin ümumi möhkəmləndirilməsi üçün bir yönəmlər verir.